Salam, hər vaxtınız xeyir olsun, dəyərli 9-cu siniflərimiz. Xoş gördük kanalımızda. Mən Gülşən Həşimova. Bugün sizlərə 9-cu sinif üzrə tapşırıq və çalışmaların izahını verəcəm. Ümid edirəm ki, izahlarım həm sinif işlərini, həm də ev işlərini sizlər üçün rahat yazmaq üçün bir vasitə olacaq. Kanala abunə olub, izahı bəyənin ki, izahların artıq gəlsin təbii ki. Gəlin indi çox vaxt itirməyə başlayaq. Bugün biz Mən ixtiyar olsaydım şeiri ilə bağlı tapşırıqlar edəcəyim. Maraqlı bir şeirdir. Qısa olduğu üçün gəlin elə səsləndirək. Mən istəyirəm buludlar ağlasın, uşaqlar ağlamasın. Analı ya, anasız. Mən istəyirəm güllər açılsın, güllələr açılmasın. Amanlı ya, amansız. Mən istəyirəm qapılar qapansın, soyuq olanda hava. Gözlər qapanmasın, sözlər qapanmasın. Mən istəyirəm yanğınlar sönsün, ümidlər sönməsin. Meyvələr dəysin öz fəslində, ürəklərə söz dəyməsin. Bəhərdən budaqlar əyilsin, insan başı əyilməsin. Xəcalətdən ya gücsüzlükdən. Axsın bulaqlar göz yaşı kimi torpağın üzərinə. Göz yaşı bulaq kimi axmasın dünyanın heç bir yerində. Hər şey insana baxsın, insan ələ baxmasın. Gecələr ulduzlar oyaq olsun, insanlar yatıb dincəlsin. Qüvvət toplasın sabahın xeyirli işlərinə, açsın gözlərini gələcəyin ümidli səhərinə. Mən istəyirəm sevinç, səadət bol olsun. Ürəkdən ürəyə, ölkədən ölkəyə açıq yol olsun. İndi gəlin bir sualımız var, buna baxaq. Baxın, bu sualda deyir ki, ölkələrarası münasibətlərin qorunub saxlanması nəyə xidmət edir? Burada fikir verirsiniz, deyir ki, o hissəni sizə göstərəcəm. Deyir ki, qüvvət toplasın sabahın xeyir işlərinə, açsın gözlərini gələcəyin ümidli səhərinə. Mən istəyirəm sevinç, səadət bol olsun. Ürəkdən ürəyə, ölkədən ölkəyə açıq yol olsun. Fikir verirsiniz, şeirdə şair vətən sevgisini də əks etdirir. Yəni ölkələrarası münasibətlərin olmasına işarədir bu, ölkədən ölkəyə açıq yol olsun deyir. Bu sualda bu sözdən istinad edərəkdən ortaya çıxır. Belə cavab vermək olar ki, ölkələrarası münasibətlərin qorunub saxlanılması dünyada davamlı sülhün, sabitliyin təmin olunmasına xidmət edir. Bu münasibətlər qorunduqda ölkələr bir-birinə daha çox güvən yaradır. Beynəlxalq problemləri birlikdə daha ədalətli şəkildə həll edirlər. Yəni həmçinin iqtisadi inkişaf olur, mədəni əlaqələr, xalqlar arasında dostluq güclənir. Yəni bu suala belə cavab vermək olar. Şair də bunu vurğulamaqda məqsəd odur ki, biz bu sualda buna cavab tapdıq ki, ölkədən ölkəyə, yəni bizim ölkələr arasında münasibətlər yaxşı olarsa, sülh olar, əmin-amanlıq olar, inkişaf olar. Yəni onu demək istəyir. Keçdik indi tapşırıqlara. Deməli, birinci tapşırıqda deyir ki, müəllifi narahat edən məsələlər barədə düşünün. Müəllifi narahat edən məsələlər açıq-aşkar görünür. Baxın, deyir ki, mən istəyirəm buludlar ağlasın, uşaqlar ağlamasın. Yəni, uşaqların ağlamasını istəmir. Sonra deyir, güllər açılsın, amma güllələr açılmasın. Yəni, uzun sözün qısası, indi bir də şeiri oxumaq istəmirəm. Müəllifi narahat edən məsələlər bu idi ki, uşaqlar ağlayırdı, yəni uşaqların ağlaması idi. Müharibə idi, cinayətlər idi, yarım qalan arzular idi, sözlər idi, ölən ümidlər idi. Yəni bunlar hamısı müəllifi narahat edirdi. Bu dəftərinizə belə qeyd edə bilərsiniz. Keçdik ikinciyə. Deməli, 2-də deyir ki, ağacın çağırışı ilə şeirdəki lirik qəhrəmanın arzuları arasında hansı eyniliyi görürsünüz? Onları müqayisə edib ortaq məxrəcə gəlin. Ümumiyyətlə, hər ikisi cəmiyyətin aydınlığa qovuşmasını istəyirdi. Bundan başqa, hər ikisi insanların və insanlığın rifahının yaxşı olmasını istəyirdi. Fikir verirsiniz, hər ikisində mənfəət cəmiyyətin aydınlığa qovuşması, insanların və insanlığın rifahının yaxşı olmasıdır. Sonra 3-ə baxaq. İnsan ələ baxmasın dedikdə şair nəyi nəzərdə tutur? Bax, bu hissədir. Deməli, deyir ki, hər şey insana baxsın, insan ələ baxmasın. Bu o deməkdir ki, insanın ələ baxması yaxşı bir şey deyil. Yəni kimdənsə nəyisə umması, yəni kiməsə möhtac olması yaxşı bir şey deyil. Ona görə deyir ki, yəni insanlar heç nəyə, heç kimə möhtac olmasınlar.
Yəni elə bir şərait olsun ki, kimsə kimləsə asılacağı, möhtaclığı olmasın. Bu deməkdir. Sonra, 4-ə baxırıq. Deyir, ağac insanları, mən kəlməsindən uzaqlaşdırıb biz deməyə çağırır. Şairin mən ifadəsi özündə nəyi ehtiva edir? Burada fikir verin. Qoy, yuxarı hissəyə keçək. Deyir ki, mən kəlməsindən uzaqlaşdırıb biz deməyə, çağırır. Şairin deyir, mən ifadəsi özündə nəyi ehtiva edir? Deyir ki, mən istəyirəm buludlar ağlasın, uşaqlar ağlamasın, analı ya anasız. Sonra deyir, yenə mən istəyirəm, güllər açılsın, güllələr açılmasın. Daha hamısını bir də oxumuram. Hamısında fikir verirsiniz mən. Burada yəni bunu tək bu şair istəmir ki, bu bizim ümumi adımızdan danışır da. Kim istəyər uşaqlar ağlasın, kim istəyər müharibə olsun, kim istəyər ki, pis hadisələr olsun. Yəni düzdür? Deməli burada mən kəlməsi şairin biz kəlməsinə bərabərdir. Ümumiyyətlə mən sözü təkəbbürün göstəricisidir. Amma insan təkəbbürlü yox, təvazökar olmalıdır. Etdim yox, etdik deməlidir. Yəni bir növ belə deyim ki, bizim bu mətnimizdəki şairin mən kəlməsi biz kəlməsinə bərabərdir. Sadəcə şeirin bədii ədəbiyyat olduğu üçün təsir gücü baxımından daha gözəl səslənməsi üçün mən kəlməsindən istifadə olunub. Lakin mən etdim, mən hazırladım. Ümumiyyətlə fikir verin, həyatda da bəzən elə insanlar bizə qəribə gəlir. Ancaq özünü göstərir ki, mən eləmişəm, mənimdir. Bu kəlmə o qədər də gözəl səslənmir. Niyə? Çünki biz deməyə bacarmalıyıq. Ümumiyyətlə insan, yadınızda saxlayın, təkəbbür etməməlidir, təvazökar olmalıdır. Çünki təvazökar insan həyatda daim yer tapır. Sonra sizcə bu istək təkcə şairindirmi, yoxsa bütün insanların arzusudur? Mən bunu dedim elə. Yox, bütün insanların arzusudur elə. Mənim də, sənin də, başqasının da. Sonra yer üzündə fəlakət, terror, qırğınlar və müharibə törədənlər biz deyə bilərlərmi? Xeyr. Onlar çünki öz mənfəətini güdən insanlardır. Onlar təkəbbürlü insanlardır. Biz kəlməsini ancaq bayaq dediyim kimi təvazökar insanlar deyir. Sonra onların törətdiyi faciələr hansı maraqlardan irəli gəlir? Ola bilər hansısa travmalardan irəli gəlir, hansısa nifrətdən doğan bir şeylərdir ki, bu faciələri eləyirlər. Yəni bir çox səbəb ola bilər. Mənim ağlıma gələn versiya bu oldu. Sonra meyvələr dəysin öz fəslində misrası şairin hansı hadisə ilə bağlı narahatlığına işarədir. Baxın, deyir meyvələr dəysin öz fəslində. Qoy o hissəyə gələk. Bircə dəqiqə görək o hardadır. Deməli, yox, burada deyil. Bu əvvəldə danışılmır. Deməli, meyvələr dəysin öz fəslində. Deməli, bax buradaymış. Meyvələr dəysin öz fəslində, ürəklərə söz dəyməsin. Yəni, bax özünüz fikirləşin. Bəzən qış ayında çiyələk yetişir. Bəzən qış ayında hansısa bir yayda yetişməli olan bir bitki, meyvə yetişir və bu bizə necə gəlir? Qəribə gəlir. Bizə yox, eləcə təbiət üçün də bu düzgün bir hadisə deyil, normal hadisə deyil. Ona görə şair də deyir ki, yəni meyvələr də öz fəslində qoy yetişsin. Təbiətdə də qoy hər şey düz getsin. Sadə dildə desə, yəni bunun açıqlaması budur. Ki, yəni təbiət də öz axarında hər şey olsun. Niyə aləm dəysin ki bir-birinə? Qoy təbiətin də halı, əhvalı yaxşı olsun. 6-ya keçək. Şeiri oxuduqdan sonra hansı alqışdan istifadə etsəniz daha düzgün olar? Şeirin yazıçısı rəhmətə gedib. Biz ona durub Allah canını sağ eləsin deyə bilmərik. Alqışlar ümumiyyətlə nədir? Allah canını sağ eləsin, Allah xoş gün yetirsin və yaxud bir çox alqış var da indi. Təbii ki, biz yazıçıya yox, şeirə münasibət bildirə bilərik. Yəni çünki yazıçı rəhmətə getdi və yaxud belə demək olar ki, Allah yazara yerini cənnət etsin. Yəni şairin yeri cənnət olsun. Bax belə də demək olar ki, bu da alqışdır. Yəni Allah canını sağ eləsin, Allah ömür versin bu sözləri biz deyə bilmirik. Baxmayaraq bunlar da alqışdır. Niyə deyə bilmirik? Ona görə deyə bilmirik ki, yazıçı hal-hazırda həyatda deyil. Bu da belə. Deməli dəyərli 9-cu siniflər, sizə bir məlumat verim, sonra digər tapşırıqlara keçərik. Hal-hazırda bizim 9-cu siniflər üzrə imtahan kontekstində hazırlanmış qayda kitabımız və test topumuz satışa çıxıb. Qeyd edim ki, bu qayda kitabları çoxdur.
Amma bu qayda kitabının fərqi odur ki, qaydalar lakonik, yəni qısa, yığcam formada yazılıb. Plus da, sizə lazım olan imtahan üçün önəmli məqamlar dəfələrlə qeyd olunub. Və, sonda da 100 qızıl qayda var ki, adı 100 qızıl qaydadır, içərisində xırda-xırda 1000-ə yaxın qızıl qaydalar var. Bundan əlavə test kitabımızda da, testlərdir, testlərdən də əlavə, ümumi sınaqlardır ki, imtahan formasında hazırlanıb. Əgər bu kitabları əldə etmək istəyirsinizsə, 055 280 əlaqə nömrəmizi yazıram. 280 59 24. Bu nömrəyə yaza bilərsiniz. Biz sizə kitab barədə məlumat verərik. Təbii ki, uyğun olduğu təqdirdə sizlər də kitabları əldə edə bilərsiniz. Bu belə. Bundan əlavə bizim ödənişsiz 1000 qızıl qaydamız var ki, buraxılışda sizin köməyinizə çatacaq. Deyərsiniz ki, müəllim, bunlar ödənişlidir. Bəs ödənişsiz nəyimiz var? Ödənişsiz də varımızdır. 1000 qızıl qaydamız var. Buraxılış imtahanında sizə kömək olacaq. Həmin o qaydanı da əldə edə bilərsiniz. Yazırsınız ki, müəllim, ödənişsiz 1000 qızıl qaydanı istəyirəm. Biz də sizə həmin qaydanı göndəririk. Yəni bizim sizə həm ödənişli, həm ödənişsiz hər bir formada köməyimiz dəyə bilər. Əsas odur ki, sizlər çalışın, kanala abunə olun ki, izahları görəsiniz. Abunə olmaq sizin öz xeyrinizədir. Həmçinin də bəyənməyi unutmayın, şərh yazın. Keçək indi qaldığımız yerdə. Harda qalmışdıq? Deyir, mən çox istəyirəm ki, cümləsinin şeirdən çıxış edərək öz fikirləriniz və arzularınız əsasında hökmlərlə tamamlayın. Demək olar ki, mən çox istəyirəm ki, müharibə olmasın. Mən çox istəyirəm ki, sülh olsun. Mən çox istəyirəm ki, hamı bolluq içində yaşasın. İndi mən bir üçünü dedim. Sizin də qalan ağlınıza nə gəlir? Tamamlayın getsin. Keçək 8-ə. Şeirdə şairin yaratdığı qarşılaşdırılan təzadlara münasibət bildirir. Və bu təzadlar nə məqsədlə yaradılıb? Nümunə verib. Deyir, axsın bulaqlar göz yaşı kimi. Göz yaşı axmasın bulaqlar kimi. Bu nə deməkdir? Gəlin bir bunu izah edək. Yəni, bulaqdan göz yaşı kimi su axsın. Axı insanın gözündən yaş gələndə, deyir, axsın bulaqlar göz yaşı kimi. İnsanın gözündən yaş gələndə çox gəlir, o bir növ belə deyim, su aparır da sanki bizi, düzdür? Allah heç birimizə qismət eləməsin ağlamağı, göz yaşını. Amma yəni çox gəlir. O da deyir ki, bulaqlar axsın göz yaşı kimi. Göz yaşı axmasın bulaqlar kimi. Yəni insanın gözündən bulaq kimi sular axmasın. Təzad yaradıb da görürsüz, yəni birini müsbət verib, birini isə mənfi verib ki, olmasın. Yəni burada da var elə təzadlar, gəlin baxaq. Deyir ki, bax, buludlar ağlasın, uşaqlar ağlamasın. Sonra bax ki, burada belə bir şey var. Əsas bu hissələrə baxaq. Deyir ki, bəhərdən bulaqlar əyilsin, insan başı əyilməsin. Xəcalətdən ya gücsüzlükdən. Yəni bulaqlar əyilsin, amma insanın başı əyilməsin. Yəni təzaddır. Sonra axsın bulaqlar göz yaşı kimi, torpaq üzərinə göz yaşı bulaq kimi axmasın. Elə bunu vermişdi özü. Sonra deyir, hər şey insana baxsın. Fikir verin. Hər şey insana baxsın. İnsan elə baxmasın. Təzaddır yenə də. Yəni bu şeirin təsir gücünü artırmaq üçündür. Bir növ belə deyək ki, oxucuya daha da maraqlı etmək üçündür. Təzadlardan da bir növ nümunələr də göstərdim. Ümid edirəm aydındır. Keçdim 9-a. Analı, anasız, amanlı, amansız. Bu sözlər antonimdirmi? Və yaxud fikri deyir, təsdiq ya təksib edir. Deyir, yəni bunun antonim olmamasını təsdiq edin və yaxud təksib edin. Təsdiq nə deməkdir? Yəni hə, təksib nədir? Yox. Qısaca açıqlaması budur. Təbii ki, yox. Niyə yox? Yox ona görə ki, analı, anasız sözü fikir verin, mənaları əksə oxşasa da bunlar əks ola bilər, amma hər əks məna antonim deyil. Niyə? Niyəsi budur ki, bunların kökü eyni sözdür. Biz demişik ki, antonimlərin kökü eyni söz ola bilməz. Yəni belə çıxır ki, bunlar şəkilçi hesabına antonim olub da. Axı biz demişik şəkilçi hesabına antonimlik sayılmır. Antonimlik şəkilçi yox, sözün öz hesabına olmalıdır. Baxın, analı, anasız. Analı, anasız. Burada fikir verirsinizsə, analı sözün kökü anadır. Anasızda da sözün kökü anadır.
Bunlar heç bir formada yadınızda saxlayın. Antonim ola bilməz. Çünki kökləri eyni sözdür. Həmçinin amanlı, amansız. Baxmayaraq nitq hissələri eynidir, amma sözlərin kökü hər ikisində gördüyünüz kimi eyni sözdür. Ona görə antonim ola bilməz. Antonimlərdə sözün kökü yadınızda saxlayın. Eyni ola bilməz. Yəni eyni söz ha. Bax, eyni söz. Eyni söz. Eyni söz ola bilməz. Onda antonim sayılmır. Aha, keçdik ona. Deyir, şeirdə həqiqi və məcazi mənada işlənmiş dəysin, dəyməsin feilinin olduğu misraları seçin. Onların işlənmə məqamlarını diqqət yetirin. Ümumiyyətlə, dəysin sözü, həmçinin dəyməsin sözü iki mənada işlənə bilir. Birinci mənası odur ki, amonim sözdə dəysin. Birinci mənası odur ki, meyvə dəyir, yəni yetişir mənasında. Digər bir mənası odur ki, məsələn, əlim dəyirdi, kiməsə əlim dəyir, əlim toxunur bu mənada. İndi gəlin görə bu dəysin hardadır? Görək mətnimizdə, mən tapdım, buradadır. Deyir, meyvələr dəysin, ürəklərə söz dəyməsin. Bax, burada ürəklərə söz dəyməsin məcazidir. Məcaz. Bizə deyir ki, məcazi və həqiqini tapın. Amma meyvələr dəysinsə, bu həqiqidir. Həqiqi. Çünki meyvə həqiqətən dəyir də, yetişir. Amma ürəyə söz necə dəyə bilər? Vurduq, atdıq ki, dəydi söz. Olmur axı, məcazdır. Aha. Keçdik sonra növbəti tapşırığa. Deyir ki, xəcalət sözünün sinonimlər cərgəsini müəyyənləşdirin. Xəcalət ümumiyyətlə nə deməkdir? Xəcalət yəni utancdır. Ümumiyyətlə sonra nə verə bilərik? Abır olar, həya olar. Çox da yəni vermək olar. Ən çox amma utancı istifadə olunur da. 12-yə baxdıq indi. 12-də nə deyir? Deyir ki, şeirdəki təkrarlanan mətnin nöqsanlı təkrarlar daha doğrusu mətnin nöqsanlı edirmi? Bu təkrarlar nə məqsədlə işlənib? Hər mətndə belə təkrarlara yol vermək olarmı? Baxın təkrarlara. Deyir ki, mən istəyirəm buludlar ağlasın, uşaqlar ağlamasın. Analı ya anasız. Mən istəyirəm güllər açsın, güllələr açılmasın. Amanlı ya amansız. Baxın, analı anasız, amanlı amansız və yaxud mən istəyirəm. Bunlar mətndə istifadə olunan təkrar tipli sözlərdir. Bizə deyir ki, bunlar yersizdirmi? Xeyr, yersiz deyil. Əksinə, bu şeiri daha yerli edib, maraqlı edib. Bəs deyir, hər mətndə istifadə etmək olarmı? Xeyr, əlbəttə. Hər mətnin öz dili var, hər mətnin öz strukturu var. Hər şey hər yerdə istifadə edilmir. Bu da belə. Deməli, keçirəm 13-ə. Deyir, şeirdəki götürülmüş sözlərin düzgün tələffüzünü müəyyənləşdirin və aşağıdakı sxemə uyğunlaşdırın. Aha, deməli, indi bunu biz özümüz uyğunlaşdırma edəcəyik. Qələmi götürək, başlayaq uyğunlaşdırmağa. Aha, bunu necə edək? Bunu gəlin belə edək. Bura yazaq A, bura yazaq B, bura C, bura D. Niyə belə yazdım? Çünki mən sözləri aşağı yaza bilməyəcəm. Üstlərinə yazarıq da A, B, C-ni. Deməli, baxıram. Birinci nə idi? Birinci amanlı sözü amanlı kimi tələffüz olunur. Elə özləri veriblər burada. Deyir, samit qoşallığı yaranır. Sonra amansıza baxaq. Amansızı biz bura D-yə əlavə edə bilərik. Niyə? Deyir, heç bir dəyişiklik baş vermir. Bəli, amansız sözündə dəyişiklik yox. Buraya yazıram D. Aha, qapansın, qapansın. Yenə qapansın da D-yə əlavə edərəm, dəyişiklik olmur. Qapanmasın, n-mıya çevrilir, qapanmasın olur. Burada da bunu bura A-ya əlavə edəcəyik. Samit qoşalığı. Yanğınlar, yanğınlar olur, l-nıya çevrilir. Ona görə bunu da A-ya yenə əlavə edəcəyik. Samit qoşalığı. Sönməsin, sönməsin olur. N-mıya çevrilir. Ona görə bunu da samit qoşalığına əlavə edəcəyik. İnsanlar, insanlar olur. Bunu da yenə samit qoşalığına əlavə edəcəyik. Səhərlərinə, səhərlərinə. Burada da səhərlərinə sözü səhərlərinə olur. Yəni bunu da A-ya, l-rıya çevrilir. Qoşalıq var. Buludlar, buludlar olur. T-dıya çevrilir. Gördüyünüz kimi bunu 2-yə əlavə edəcəyik. D kimi. Yəni B-yə. Ümidlər, ümidlər, ümidlər olur. Yenə də bunu da B-yə əlavə edəcəyik. T-dıya çevrildi.
Lı daha doğrusu lıya çevrildi. Gücsüzlükdən cıçıya çevrilir. Gücsüzlükdən, deməli, gücsüzlükdən. Burada da fikir verin, gücsüzlükdən lıya çevrildi. Burada da bizə deyir ki, kar cingiti samit cütlüyü. Bunu da buraya əlavə edəcəyik C-yə. Gözlərim olacaq. Lıya çevrilir. B-yə əlavə edəcəyim. Üzərində. Burada da üzərində. Deməli, heç bir dəyişiklik yoxdur. D olacaq. Yerində. Yenə də dəyişiklik yoxdur. D olacaq. Ulduzlar olacaq. 2-yə. Ümidli olacaq. T-yə çevriləcək. Bu da, yəni daha doğrusu B yazaq bura. Burada B, burada B. Bunlar da B-yə getdi. Bu da belə. Mən A, B, C, D yazıb uyğunlaşdırdım. İndi siz alt-alta yazacaqsınız. Bunu qəşəng dəftərinizə köçürdəcəksiniz və mənim dediklərimi alt-alta qeyd edəcəksiniz. Keçdik 14-ə. Cümlələri fərqləndirin. Baxaq. Gördüyün işi ləyaqətlə yerinə yetirsən, həmişə başın ucu olar. Bu tabeli mürəkkəb cümlədir. Çünki əgər artıra bilirik, əgər gördüyün işi ləyaqətlə yerinə yetirsən, həmişə başın ucu olar. Burada budaq baş cümlə sxemidir. Bu şərt tabeli mürəkkəb cümlənin şərt budaq cümləsinə aiddir. İndi deyir ki, sonra 2-yə baxıram. Gördüyün işi ləyaqətlə yerinə yetir, həmişə başın ucu olsun. Bu isə tabesi mürəkkəb cümlədir. Yəni belə qoyacağıq bu işarəni. Tabesizdir. Gördüyün işi ləyaqətlə yerinə yetirənin başı həmişə ucu olur. Bu da sadə cümlədir. Burada yazırsınız sadə. Bu da belə. Keçdik bura. Deyir, bərabər hüquqlu cümlələrin birləşməsindən əmələ gələn cümlələr tabesi mürəkkəb cümlədir. Bu tərifdir, yəni qaydadır. Bunu oxumaq lazımdır. Ümumiyyətlə tabesi mürəkkəb cümlə nə deməkdir? 2 və daha artıq sadə cümlənin birləşməsi. Yəni bir cümlənin tabesi mürəkkəb cümlə olması üçün 2 və daha artıq sadə cümlə birləşməlidir. Baxın, deyir, elmi ədəbiyyat insanları nadanlıqdan qurtarır. Bədii ədəbiyyat isə korluq və bayağılıqdan xilas edir. Bax, qurtarır nə? Elmi ədəbiyyat, bir mübtəda, bir xəbər. Bədii ədəbiyyat isə korluqdan və xilas edir nə? Bədii ədəbiyyat. Görsünüz, mübtədaları ayrı-ayrı, xəbərləri ayrı-ayrı. Bu tabesi mürəkkəb cümlədir. Yəni, heç bir mübtəda bir xəbərə və yaxud heç bir xəbər bir mübtədaya bağlanmıyıb. Hər birinin ayrı-ayrılıqda mübtədası xəbər var. Yəni, tabesi cümlə budur ki, ayrı-ayrı mübtəda və xəbərləri var. Yəni, bir növ belə deyim ki, bir mübtədaya, yəni bir növ belə deyək ki, mübtəda və xəbərləri ayrıdır da. Dediniz ki, mənim hər ikisində ədəbiyyatdır da. Bəli, ədəbiyyatdır. Burada indi mən elmi ədəbiyyat götürdüm. Yəni, bu elmiyə baxmayın ha. Bu elmi təyindir. Necə ədəbiyyat? Elmi ədəbiyyat. Necə ədəbiyyat? Bədii. Bu təyinlərdir. Sadəcə mən bir yerdə oxudum. Yəni, burada ədəbiyyatdır bizim mübtədalarımız. İndi deyəcəksiniz ki, müəllim, hər ikisində ədəbiyyat sözüdür də, bir mübtədaya bağlanıb. Axı, burada mübtədanı silməyib. Məsələn, burada mübtədanı silsəydi, məsələn, desəydi ki, elmi ədəbiyyat insanları nadanlıqdan qurtarır. Korluq və bayağılıqdan xilas edir. Belə bir şey olsaydı, onda biz deyərdik ki, hə, yoxdur da, amma var burada. Yəni, burada yazılıb. Ona görə bir tabesiz mürəkkəb cümlədir. Yadınızda saxlayın. Fakt, yəni konkret yazılıb. Sonra keçək indi növbəti. Bu əsas qayda ilə bağlı məqamlar idi. Bunu yəni özünüz də buradan oxuyarsınız. İndi deyir, şeirdən tabesi mürəkkəb cümlələri seçin. Seçiminizi əsaslandırın. Şeirdən tabesi mürəkkəb cümlələri bax seçə bilərik, çoxdur. Deyir, buludlar ağlasın, uşaqlar ağlamasın. Bax elə bu. Ağlasın, nə? Buludlar ağlamasın, kim? Uşaqlar. Açılsın, nə? Güllər. Açılmasın, nə? Güllələr. Yəni çoxdur. İndi bir ikisini göstərdim və demək olar ki, şeir tabesi mürəkkəb cümlədən ibarətdir. İndi deyir ki, bizə görək sonra nədir? Cümlələri fərqləndirərək durğu işarələrini bərpa edin. Aşağıdakı cədvəl üzrə qruplaşdırın. Cədvəl hanı? Hə, bu. İndi deməli necə qruplaşdıraq? Qoy bu cədvəli də yenə adlandıraq. Belə eləyək də. Bu dəfə də 1, 2, 3 eləyək.
Deməli deyir ki, durğu işarələrini bərpa edin. Həm durğu işarəsini istəyir, həm də aşağıdakı cədvəllə qruplaşdırın. Baxaq. Deməli topoqraf general İbrahim Vəkilov, deməli qarşısında böyük, xidmətlər göstərmiş, Azərbaycan Respublikasının siyasi və fiziki xəritəsinin ilk tərtibçisi olmuşdu. Bu uyğun olacaq deməli 2-yə. Həmciz üzvlü sadə cümlə. Bura yazırıq 2. Burada durğu işarəsi göstərmiş vergül olmalı idi. Bu buraxılıb. Sonra 2-yə baxıram. Yaman günə səbr edən yaxşı günə tez çatır. Burada durğu işarəsi yoxdur, düzdür. Yəni heç nə buraxılmayıb. Bura olacaq 1-ə. Həmciz üzvü olmayan sadə cümlədir. Sonra bir dəfə axşamüstü kirayə qaldığım evə gəldim. Səs-küyümüzə ev yiyəsi gəlib çıxdı. Bu da olacaq tabesiz mürəkkəb cümlə 3 olacaq, 3-ə uyğun olacaq. Durğu işarəsindən isə gəldi vergül buraxılıb burada. Sonra birikli olmaq azdır, vergül olmalıdır. Gərək bu birikdən də istifadə etməyi bacarasan. Bu da olacaq yenə də 3-ə tabesiz mürəkkəb cümləyə. Sonra Mirzə Hüseyn Qayıbzadə Tiflisdə müsəlman mədrəsəsində şəriət müəllimi olmuş, ərəb, fars, rus dillərini mükəmməl bilmişdi. Deməli, şəriət müəllimi olmuş vergül, ərəb vergül, fars vergül. 3 dənə vergül olur burada. Və bu uyğun olur həmciz üzvlü sadə cümləyə 2-yə. Uşaqlarınıza verə biləcəyiniz ən qiymətli töhfə ağıldır. Qalan şeyləri özləri də əldə edə bilərlər. Burada ağıldır vergül olmalıdır. Və bu da uyğun olur tabesiz mürəkkəb cümləyə. Bu da bizim cümlələrimizin uyğunluğu. Ümid edirəm, bu da sizin üçün rahat olacaq. Keçdim 17-yə. Deyir, bir hissəsi verilmiş cümlələri 2 cür tamamlamağa çalışın. Bir halda mübtəda fərqlənsin, digərində isə eyni qalsın. Alınan cümlələri quruluş haqqında fikir mübadiləsi yürüdün. Daha doğrusu quruluşu haqqında. Deməli, burada yəni demək istəyir ki, həm həmziz cümlə qurun, həm də tabesiz mürəkkəb cümlə. Gəlin quraq. İyul ayının axırlarında Bakıda bərk isti düşdü. Bu nə olacaq? Gəlin bir sadə cümlə edək. Bakıda bərk isti düşdü, biz narahat olduq. Bu olacaq sadə cümlə. Yazacaqsınız ki, biz narahat olduq. Buna yazacaqsınız sadə cümlə. Yəni həmcins xəbərli. Yəni bir bunu istəyirdi. Bir də bizdən mürəkkəb cümlə istəyirdi. İndi mürəkkəb cümlə də belə verərik ki, iyul ayının axırlarında Bakıda bərk isti düşdü və bu bizi çox narahat etdi. Bu da olacaq mürəkkəb cümlə. Sonra 2-yə keçək. Bakı şəhəri indi çox gözəldir. Bunu belə verə bilərik ki, Bakı şəhəri indi çox gözəldir, gələnləri heyran edir. Bu olacaq həmciz xəbərli. Yəni sadə cümlə. Bir də var deyirəm ki, Bakı şəhəri olduqca gözəldir. Gözəlliyi və möhtəşəmliyi getdikcə artır. Bu da oldu mürəkkəb cümlə. Sonra avtobus basırıq idi. Deməli, hərəkət edə bilmirdik. Bu sadə cümlə olur. Həmciz xəbərli. Və avtobus basırıq idi. Adamlar narahat olurdular. Bu da mürəkkəb cümlə. Sonra ana otağa daxil oldum. Bu olacaq. Deməli, elə daxil olduğu kimi də otaqdan çıxdı. Sadə cümlə. Bir də mürəkkəb cümlə kimi içəridə kimsə yox idi deyə bilərik. Ana otağa daxil oldu, içəridə kimsə yox idi. Sonra dərslər qurtarmışdı, amma biz hələ də məktəbdə idik. Bu mürəkkəb cümlə. Dərslər qurtarmışdı, amma hələ də yadımızdan çıxmırdı. Bu da sadə cümlə. Yəni bizdən 2 formada istəyirdi, hər birini 2 formada dedim. Sadəcə mən ekrana yaza bilmirəm, səliqəsiz olur. Yəni qələm yaxşı göstərmir. Ona görə siz özünüz qeyd edin. Videonu saxlayın, saxlaya qeydlərinizi aparın. Yəni bu tapşırıqda bizdən 2 cümlə kimidir, tamamlayın. Və biz də 2 cümlə bunun sonunu 2 formada tamamladıq. Birində mürəkkəb cümlə oldu. Digərində sadə cümlə oldu. Yəni bizdən də bunu istəyirdi və etdik. Keçdik bura. 77-ci səhifədəki məlumatları oxuyun. Nöqtələrin yerinə məqsədə uyğun cümlələr yazın. İndi gəlin baxaq. Deməli, burada tapşırıq kimi bir şeydir. Deməli, deyir ki, 5 iyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi günüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
2010-cu il ekologiya ili elan edilmişdi. Təsəvvür edin ki, prezident bu ili ekologiya ili elan edir. Deməli, bu ilə gəlin yazaq da 2010-cu il. Buraya yazır 2010-cu ili ekologiya ili elan edir. Oxuduğunuz məktəbdə ekologiyanın qorunması ilə əlaqədar tədbirlər planı işlənib hazırlanır. Sinifinizə müəyyən ərazidə ekoloji təbliğatın aparılması tapşırılmış və işin icrası üçün sizə 1 ay vaxt verilmişdi. Bunun üçün siz ilk növbədə nə etməlisiniz? Tədbirlər planı işləyib hazırlanmalıdır. Biri özü verib. 2-yə yazmaq olar ki, 2-yə yazarıq ki, layihələr hazırlanmalıdır. 2-yə bunu yazın, layihəni. Layihə. İndi mən yazmadım, ardından siz tamamlayın, layihələr hazırlanmalıdır. 3-ə də yazın ki, maarifləndirici video materiallar hazırlamaq. Bunu da belə tamamladıq. Sonra deyək, 1 aydan sonra gördüyünüz işlərin nəticəsi haqqında məlumat verirsiniz. Bu nə adlanır? Bu hesabatdır. Və burada aşağıda da qeyd olunub ki, hesabat işgüzar sənəd növüdür. Hesabat ərəb sözü olan hesab sözünün cəmidir. Və hesabat haqqında burada məlumat var ki, oxuyub öyrənə bilərsiniz. Bu da əməli yazı növüdür ümumiyyətcə hesabatda. İşgüzar sənəd sayılır. Sonra gəlir digər mətn və digər tapşırıqlar. Əgər bunun da izahını görmək istəyirsinizsə, kanala abunə olun. Çünki biz 9-cu sinif üzrə tez-tez tapşırıqlar paylaşırıq. Bunlardan xəbərdar olmaq üçün kanala abunə olmağınız kifayətdir. Və beləcə bizim 1000 qızıl qaydanı əhatə edən ödənişsiz 9-cu sinifin buraxılışında sizə kömək edəcək yaddaş kitabçamız var. Bəli, ödənişsizdir, heç bir ödəniş ödəmirsiniz. Bu kitabı əldə etmək üçün 055 280 59 24. Bu nömrəyə yazaraq da kitabımızı əldə edə bilərsiniz. Yəni yaddaş kitabçasıdır, ödənişsizdir. Yox, əgər digər kitabla maraqlanırsınızsa, həmin kitabı da əldə etmək üçün yenə də həmin nömrəyə yazırsınız. Biz sizə kitab haqqında ətraflı məlumat veririk. Sağ olun.